ABCD paralelogramında AY tənböləndir. AB 12, AD 15 olarsa, SY parçasının uzunluğunu tapın. Paralelogramda tənbölən alındığı üçün burada bu bucağı bir alfa desək, paralel düz xətlərini kəsən əmələ gətirdiyi daxili çarpaz bucaqların bərabərliyinə görə deyə bilərik ki, bu bucaq da alfadır. Bu da alfa idi. Deməli, ABF üçbucağı oturacağı bitişik bucaqları bərabər olduğu üçün bərabər yanlı üçbucaqdır. Yəni, bura 12-dirsə, burada 12 alınır. Ümumilikdə AD 15 olduğu üçün bu hissə də 12-dir. Deməli, burada qalır sadəcə 3. Bizdən SY parçası tələb olunur. SY parçasını üçbucaqların oxşarlığına istifadə edərək yaza bilərik. Belə ki, bu hissə 15, bu hissə 3 olduğu üçün üçbucaq AYD oxşardır. Üçbucaq paralel olduğu üçün FC də AD-yə paraleldir. Bu bucağa bərabərdir. Bir bucaq buradadır və bir dənə təpədəki bucaq ortaq olduğu üçün, yəni BB əlamətinə görə biz bu üçbucaqların oxşarlığını deyə bilərik. Oxşardır üçbucaq FYS-yə. Deməli, FC-nin oxşarlıq əlamətinə görə uyğun tərəflərin nisbətləri bərabərdir. FC-nin AD-yə nisbəti bərabər olmalıdır. YS-ni bir x olaraq götürsək, YD isə özü 12 üstəgəl x qədər olacaq. Çünki paralelogramın qarşı tərəfləri bərabərdir. Yəni, AB CD-yə bərabərdir və də 12-dir. Deməli, YS-nin YD-yə nisbəti. Verilənləri gətirək yazaq. FC 3 idi. AD 15-ə bərabərdir. Bərabərdə x bölünsün 12 üstəgəl x. 3 ilə 15 x-a geçib 5-də 1 qalar. Çarpaz vursaq 5x bərabərdir 12 üstəgəl x. 5x-dən x çıxsaq 4x bərabərdir 12-yə və x də bərabərdir 3 alarıq. Deməli, SY parçasının uzunluğu da 3 olur.